özünü tanımaqla bağlı mövzu istədim. Çünki düşünürəm ki, insanlar ilk olaraq həmişə özünə də sual verir və yaxud da həmişə həyatı boyu bəlkə də axtarır ki, mən kiməm? Yəni bu sualı elə bilirəm ki, o deyir, hər kəs özünə zaman-zaman verir və insanın da ən böyük amalı mı, həyatının əsas sualı bu olmalıdır ki, yəni kimliyini bilsin. Kimlik deyəndə çoxumuz özümüzü tanıdığımızı düşünürük, amma əslində fikirləşsək, bəzən elə bilərik ki, biz özümüzü tanımaq yox, başqalarının bizə öyrətdiyi o rolu yaşayırıq. Yəni sırf özümüzün bildiyimiz rolumuzu yaşamırıq. Böyüsək də biz uşaqlıqdan gəlir, yəni ki, bizim kimliyimiz. Biz özümüzə baxa bilərik ki, niyə eyni problemləri yaşayırıq, niyə qarşımıza hansısa münasibətlərdə çətinlik gəlir, niyə hər hansısa bacarığımız olur, biz özümüzü istədiyimiz kimi realizə edə bilmirik və bunları da bir çətinliyin görəndə adətən biraz bir sıxıntı yaşayırıq və bunun da səbəbini axtaranda biz özümüzü yaxşı tanımamağımızdan irəli gəlir. Biz kim olduğumuzu bilmirik deyə hər dəfə eyni vəziyyətlərlə qarşılaşırıq, eyni və yaxud da yenə də o istədiyimiz bilgini öyrənirik, özümüzü istədiyimiz kimi realizə edə bilmirik. Çünki biri var ki, bu xarakter kimliyi, biri var ki, potensialımızın, bacarığımızın kimliyi. Kimlik deyəndə adətən biz insanlar öyrənib ki, sən kimsən deyəndə biz ad soyadımızı deyirik və sonra işimizi deyirik və bir də ki, ailə tərkibini, ailədəki rolumuzu daha doğrusu, yəni belə standart cavablarımız var. Amma kimliyə mən daha dərin baxıram. Yəni bunlar bir şablon cavablardır. Kimlik bizim əsl xarakterimizdir. Yəni formalaşan bizim düşüncələrimizdir, bizim dəyərlərimizdir.